Sonra ne yok? Sağ ol. Nedir maç mı sonra? Havalandırmanı inşallah ki bitirdik. Tak, diqqət. Gördüyünüz kimi bura mətbəx, digər hissə isə zaldır. Zal olan hissə 50 kvadrata yaxındır. Mətbəx olan hissə isə adası ilə bir yerdə 20-25 kvadrat arasıdır. Zalla mətbəxin arasında gördüyünüz kimi ara kəsmə yoxdur. Zal studiyadır. Burada olacaq qaz və onun üzərində nə olacaq? Aspirator olacaq. Bir çox yeməklərin bişməsində problem olacaq mənzildə. Deməli gördüyünüz kimi şaxta siz öz mənzilinizdə bunu mütləq edin. Əgər sizdə də zalla mətbəx bir yerdədirsə, praktika göstərir ki, aspiratorun gücü çatmır təkcə bütün bu qoxunu aparmağa. Onun üçün məcbur olar evin pəncərələrini açmağa, bu isə kondisioneri söndürmək və digər məsələlərə gətirib çıxarır. Ayrı-ayrılıqda şaxtanın içərisində 2 dənə boru keçdi. Gördüyünüz kimi bu borular ayrı-ayrılıqda birincisi aspirator üçün düşəcək aşağı. İkincisi isə bu boru isə evin mərkəzinə, yəni mətbəxin qarşısına 1 və 2 hissəli. Hər birinin başında motor və çəkib aparacaq. Demək, ikisi də eyni anda bir fakultatordan idarə olunacaq ehtiyac yarandıqda. Yəni, dəyərli izləyicilərimiz, birinci kanal çəkəcək ancaq aspiratorun öz motoru ilə olanı, ikinci kanal isə çəkəcək mətbəxin mərkəzində, yəni bu hissələrdir qabağında olan aspiratorun sağında və solunda olan, bunlar isə mətbəxin qarşısında olan qoxuları çəkib aparacaq yerdə qalanı ki, zala qoxu keçməsin. Sanitar qovşaqdayıq və bu sanitar qovşağı valideyn otağının individual sanitar qovşağı olduğuna görə burada 2 dənə xət var. Biri gedir qardiroba, digəri isə gəlir hara? Duşqabinin üstündə yenə mərkəzləşdirilmiş şəkildə bunun və bunun mərkəzində, yəni tam mərkəz hissədən buxarın çəkilməyinə kömək edir. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi duşa daxil olmaq hissəsi buradır. Duşa daxil oldu, yandırdı, duşu açdı və duş oradan gələcək. Artıq suyun altına girməmiş istini soyuğu tənzimləmək olacaq və bunun tam başının üstündə havalandırma, amma ayrıca kanalından. Belə ki, digər kanal isə qardiroba gedir. Gedək baxaq ora. Şəxsi qardiroba. Şəxsi qardiroba olsun, fərqi yoxdur, gedək. Gördüyünüz kimi biz şəxsi qardirobdayıq və ayrıca kanal burada şəxsi qardirobdan sanitar qovşağa və oradan isə şaxtaya bağlanıb. Düzdürmü? Bəli.